Mehman Qələndərov bu təzyiqxanada onun həyatına son qoyulub və 150-200 metr məsafəsi olan bir yerdə də deməli dəfn olunur. Onun dəfn də gizli keçirilib və bilirsiniz ki, dünən penitensiya xidmət məlumat yaymışdı ki, ümumiyyətlə Mehman Qələndərov ölməyib, sağ-salamatdır, öz kamerasındadır. Amma bu da onun qəbri atasının anasının yanında da bastırılıb. Hökumət yaydığı məlumatın girovuna çevrildi və istəmədi ki, onun yalanı ifşa olunsun və onlar istəyirdilər ki, Mehman Qələndərov heç kim heç nə soruşmasın, heç kim heç nə yazmasın. Digər bir məqam isə oydu ki, onun nəşinin gizlədilməsi ona xidmət edir ki, Mehman Qələndərov çox şübhəsiz ki, işgəncələrlə öldürülüb. Yəni onun nəşi ortaya çıxacaqsa, təbii ki, həmin əlamətlər görünəcək və həmin məqamlar ortaya çıxacaq. O baxımdan da mən düşünürəm ki, onun deməli dəfnini də bu cür gizli keçirdilər. Onun deyək ki, nəşini təqdim etmədilər və ictimaiyyətin iştirakı olmadan deməli onu dəfn etdilər. Çox üzücü bir haldır. Deməli, Mehman Qələndərovun dəfni ilə bağlı sifariş olunub. Sifarişçinin kim olduğunu müəyyən edə bilmədik ki, yəni qəbrin yerin kimlər tərəfindən sifariş olunub. Həmən sifariş burada qəbirstanlıq işçilərinə və burada molla deyilən bir nəfərə olunub ki, yəni buradan yer qazılsın, hazırlansın və dəfnin saatını onlara da deməyiblər hətta. Belə ki, dəfn saatını gizli saxlayıblar. Bizim ehtimalımıza görə dəfn saatı təxminən bugün üçün 1-2 arasında, nahar vaxtında olub. Yəni həmən vaxtı da burada nə qəbirstanlığın işçiləri bununla məlumatlı olub, nə də ki, molla. Yəni bunu ehtimal olunur ki, Quran oxunmadan, yəni şəriət qanunlarına uyğun olmayaraq gətirib dəfn ediblər burada. Yaxın qohumlarından bir neçə nəfər var ki, yəni onlar susturulub, telefonlarına cavab verilmir. Yas mərasiminin keçirilməyəcəyini qeyd ediblər. Yəni mərhumun yas mərasimi də olmayacaq. Bax, belə bir şübhələr var ki, kim tərəfindən gətirildi və Mehman burada dəfn olundu. Bunun da araşdırmağa çalışırıq. Çox güman ki, bu hadisə intihar hadisəsi deyil. Burada hər hansısa bir qətldən də söhbət gedə bilər. Çünki əgər intihar hadisəsi olsaydı, belə deyək, maraqlı tərəflər bunun altından asanlıqla çıxa bilərdilər. Yəni, bəzi foto şəkillər çəkməklə və yaxud onun kamera yoldaşının ifadəsi alınmaqla, yəni bu işi çox rahat şəkildə ictimaiyyətə təqdim edə bilərdilər ki, bu şəxs yəni bezikib həyatından, yəni intihar edib, bu da intiharın əlamətləri, yəni özünü asıbsa boynundakı xəsarət və ya digər xəsarətlə yəni ölümünə cəhd edibsə, yenə də onun bir izi olmalıydı. Hələ biz bilmirik ki, ekspert müayinələri var ya yox. Bəlkə də bunlar bugündən sonra düşünüləcək, hazırlanıb iş materiallarına əlavə olunacaq. Çox sarsıcı bir hadisədir. Yəni ümumiyyətlə son illər, yəni son ayları götürərsək, yəni medianın üstünə gələn qanuna vericilə dəyişikliklər, sərtləşmək, internetin nəzarətə götürülməsi, bloklaşdırılması, jurnalistlərin bu tipli həbsi, blogerlərin və s. Yəni biz onu görürük ki, böyük bir dalğa gəlir və hakimiyyət sanki tamam Azərbaycanda azad sözü, azad ifadəni susturmaq istəyir. Yəni məkana tanımaq gerekir. Baberenci bir çox aqressiv bir münasibətdir. Yəni mənim yadımda deyil ki, belə bir hadisə baş versin ki, insanı bax bu formada gətirsinlər, təcili, gizli, dəfn eləsinlər, yaxınların yaxın buraxmasınlar, dəfn mərasimini keçirməyi qadağa eləsinlər. Açıqlığı mənim yadımda deyil, yəni belə bir hadisə mən görməmişəm. Bu çox böyük pis bir tendensiyadır, bu çox pis vəziyyətdir, çox pis hadisədir və bu çox pis əks-sədalar verəcək. Ölkə üçün də, millət üçün də, dövlət üçün də və onu törədənlər üçün, hamı üçün, bu hamıya aiddir. Bu dəhşətdir. Oğlum oğlum. Allah rahmet eylesin.
onun doğmaları, ailə üzvləri hansısa səbəbdən susa bilərlər, qorxudula bilərlər, ələ alına bilərlər. Amma əqidə yoldaşları heç kimi tərk eləyə bilməz. Heç kimi tərk eləməyəcək. Və bilsin hər kəs, bütün mübarizə aparanlar bilsinlər ki, mübarizə aparan insanlara bütün Azərbaycanın tərəqqipərvər insanları, vicdanlı insanları sahib çıxacaqlar. Və biz Mehman bəyin də unudulmasına imkan verməyəcəyik. Bu cinayətin örtbasdır edilməsinə imkan verməyəcəyik. Bu cinayət də bu rejimin açılmamış cinayətlərindən biri oldu və onu aşmaq da bizim hamımıza borc oldu. Bu cinayət də bir gün açılmalıdır. Və nəhayət buradan rejimə başqa bir mesajım da var. Repressiyaları artırmağın iki başı var. Bəli, repressiyaların artırılması zəif, iradəli adamları qorxuda bilir. Bəli, mən etiraf edirəm ki, bu ölkədə artıq 100 minləri qorxuda bilmişsiniz. Susur bir çoxları. Bu məsələlərdən danışmırlar. Hər cür ikinci dərəcəli məsələlərdən danışan bir çoxları belə məsələlərdən danışmırlar. Amma bilin, bu repressiyalar minlərlə əqidəli insanları da daha da israrlı eləyir öz mövqeyində. Minlərlə əqidəli insan bu həyatı dəyişməyi, Azərbaycanda dəyişiklik etməyi özlərinin həyatı məqsədi elan edirlər. Onlar şuurlu şəkillərdə özlərinə söz verirlər ki, biz bu ölkənin Türkmenistanlaşdırılmasına yol verməyəcəyik. Və ona görə də bunu bilmək lazımdır ki, bu repressiyaların iki başı var. Və mən Azərbaycanın Türkmenistanlaşdırılmasına yol verməyəcək insanların çox olduğuna inanıram. Onların hamısını səfərbər olmağa, bu yeni repressiya dalğasına baş əyməməyə çağırıram. Yok, diyorlar ki cemaat ayıp diyorlar. Onu söylüyor.